Uyğunluğu müəyyən edin. Verilən nümunələrdə bizdən bədii təsvir vasitələrini tapmaq istəyir. Baxaq. Qış dolaşır şəhərdə, səs səmirsiz yağır qar, anamın saçları tək ağarmışdı yağışlar. Qış dolaşır şəhərdə. Dolaşmaq, gəzmək insana məxsus xüsusiyyətdir. Qışın üzərinə köçürülüb. Demək ki, metafor əmələ gətirilib. 1-ə yazmalıyıq. A. Daha sonra, anamın saçları tək ağarmışdı yağışlar. Yağışın ağarmasını anasının saçına bənzədir. Bənzətmədən istifadə olunmuşdur. Demək, təşbih 1-ə həm də D variantını yazmalıyıq. Başqa, birinci cümlədə başqa heç nə yoxdur. İkinci, salon səssiz bir hal aldı, hərəkətdən əsər yox. Yəni, salon səssiz bir hal almağı, yəni salondakı insanların əvəzinə salon sözündən istifadə edib, ad dəyişmədən istifadə edib. 2-yə də yazmalıyıq C variantı. Demək, cavabımız 1-ə A, D, 2-yə C variantı olur.